vaxtıdır. Ağdərənin 4 kəndinin Çıldıran, Aşağı Orataq, Heyvalı və Çapar kəndlərinin sakinləri 35 il sonra ata-baba yurdlarına qayıdır. Tərtərdən doğma yola düşən 337 nəfər olmaqla 89 ailə Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, yarımçıq tikillər və inzibati binalarda müvəqqəti məskunlaşanlardır. Doğma yurda qayıdanların rahat yaşayışı üçün hər şərait yaradılıb. Hazırda Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərimizə qayıdan sakinlərlə yanaşı, həmin torpaqlarda 70 minədək insan yaşayır, çalışır və təhsil alır. 91-ci ilin sentyabrın 27-sində çıxmışıq. İndi də ki, ailəmlə, nəvələrimlə qayıdırıq vətənimizə. Sevinç işlər keçirdirik, çox sevinirik. Allah prezidentimizə can sağlığı versin, öz torpaqlarımıza qayıdırıq. Vətənə gedirik, Allah qazilərimizə can sağlığı versin. Şəhidlərimizə Allah rəhmət eləsin, prezidentimizə canı sağ olsun. Onun sayəsində vətənə gedirik.